Mən həmişə böyük ədəbiyyat, incəsənət, mədəniyyət adamları haqqında düşünərkən onların yaşantılarını və ömürlərini bir yol kimi düşünmüşəm. Ancaq çox qəribədir ki, bəzi bu yolu gedən adamların, böyük sənətkarların çoxu, bəlkə də çoxu, yolun kənarındakı gülçəyə baxa-baxa, gözəlliklərə baxa-baxa bu yolun özünü unudublar. Mənim dəyərli dostum, Azərbaycanın xalq artisti Həsən bəyi bu sənət adamlarından fərqləndirən ən böyük keyfiyyətlərdən biri bu yolu gedə-gedə o gözəlliklərin özünü də yaşamaq oldu. Mən Həsən bəyin deməli bütün ömrünü, yaşantıları göz önündə gördüm, canlandıranda. Onda bizim dağların, qapıcığın, Gəmi Qayanın məğrurluğunu gördüm. Məğrurluğundan əlavə həm də onun göy kimi təmiz, arı, dumduru ruhunu gördüm. Həsən bəy təkcə böyük sənətkar deyil. Həsən bəy başqalarından fərqli olaraq həm də gözəl bir ziyalıdır. Onun zaman mənim yenə deyirəm, gözümün önündə keçən ömründə onun haqq ədalət uğrunda bir sıra nəfəri olduğunu gördüm. Şərə qarşı mübarizəsində yenilməz bir sənətkar olduğunu gördüm. Əzizim Həsən, bugün sənin doğum günündür. Mən səni Azərbaycanın böyük sənətkarı Həsən Ağasoyu səmimi qəlbdən təbrik edirəm. Daha böyük sənət uğurları arzu edirəm. Bir də nəyi demək istəyirəm? Əsas məsələ hansı rolu oynadığında deyil, nəyi oynadığında deyil, bunu necə oynamağındadır. Sən bütün zamanlarda oynadığın rollarda böyük sənətkar kimi özünü göstərdin. Azərbaycan xalqının sevimlisine çevrildin. Bir də sənin ətrafındakı aktörlərdən fərqin nə idi? Sən bir yol gedirdin. Bu yolu gedə-gedə sənin özünün yola çevrilməyin sənin xoşbəxtliyindir. Sən artıq başqaları üçün bir yol olmuşsan. Mən səni təbrik edirəm, daha böyük uğurlar arzulayıram sənə və sonunda isimdən keçən bir şey demək istəyirəm. Biz çox yaxın dostluq və birbirimizi yaxından tanıyırıq. Mən bilirəm ki, biz sevda yolcuyuq. Adımız yalquzaqdır bizim. Kim bizi ilə yol gedəcək? Mənzilimiz uzaqdır bizim. Bu uzaq yolda, gələcək ömründə sənə xoşbəxtlik arzu edirəm, böyük sənət uğurlar arzu edirəm. Və çox sevinirəm ki, mənim həyatımda Həsən Ağasoy adlı bir böyük sənətkar var və o mənim dostumdur. Öpürəm səni. Sənə çox böyük uğurlar arzulayıram, qardaş. 27 Mart mənim dostum, ailəvi dostumuz, Naxçıvan Musiqili Dram Teatrının aktyorlarından biri Həsən Ağasoyun doğum günüdür. Həsən müəllim, sizi ürəkdən təbrik edirəm. Sizə ən yaxşı arzularımı bildirirəm. Siz nəinki öz həyatınızı yaşayırsınız. Siz neçə mərhum dramaturgiya banimiz olan Cavid Əfəndini, Shakespeare'i, Vaqifin obrazını yaratmışsınız. Siz Azərbaycan mədəniyyətinə elə bir töhfə vermişsiniz ki, bu töhfəni danmaq qeyri-mümkündür. Həsən müəllim, çox uzun-uzadı danışmaq istəmirəm. Sizi qucaqlayıram, təbrik edirəm. Sizə yaradıcılıq uğurları, can sağlığı arzulayıram. Arzu böyükdür, bu arzu bitən deyil. Həmişəli sizə uğurlar, gələcəkdə nailiyyətlər arzulayıram. Qoy Azərbaycan səhnəsi, o cümlədən Naxçıvanın
Naxçıvan Teatrının səhnəsi Həsən Ağasoylu olsun, Hüseyn Cavidli olsun, Vaqifli olsun, Shakespeare'li olsun. Sizə böyük uğurlar Həsən müəllim. Arzu edirəm ki, uzun bir zaman, dövr yaşayasınız. Sağ olun, çox sağ olun. Hörmətli Həsən müəllim, ilk öncə sizi acı münasibətilə təbrik edirəm. Siz sadəcə olaraq bizim üçün Həsən Ağayev deyilsiniz. Siz bizim üçün sadəcə xalq artisti deyilsiniz. Azərbaycan teatrında özünə məxsus yeri olan, hörməti olan, nüfuzu olan Naxçıvan teatrını dostlara, tamaşaçılara, tariximizə bəxş edən insansınız. Biz sizi Naxçıvan teatrının 10 ili, 20 ili, 30 ili kimi qəbul eləmirik. Biz sizi Naxçıvan teatrının elə 100 ili kimi qəbul edirik. Siz Yuran Məmmədovu bizə xatırlayırsınız. Siz bizə Ramiq Muxtarı xatırlayırsınız. Siz bizə Vəli Babayevi xatırlayırsınız. Mamet Hümbətovu xatırlayırsınız. Yəni, bu baxımdan Məmməd Ələşbərovu xatırlayırsınız. Yəni, mən düşünürəm ki, siz yaşadıqca Naxçıvan teatrı yaşayır və həm də xatirələr yaşayır. Siz Naxçıvan teatr tamaşaçıları üçün bir aktyor olsanız da, Azərbaycan televiziyası üçün, Naxçıvan televiziyası üçün bir səssiz. Heç təsadüfi deyil ki, 2005-ci ildə mən ASTV-də fəaliyyət göstərdiyim dönəmdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyində Xarabacılan filmini deməli çəkirdik və ssenari müəllifi bizim Rübabə Səməndər, Səməndər Rızayevin qızı və biz məsləhətləşdik ki, əgər biz Xarabacılan filmini çəkiriksə, o filmin mətni də məhz bizim hörmətli Həsən müəllim səsləndirməlidir. Biz Həsən müəllimi Naxçıvandan Bakıya dəvət elədik. Bəlkə də telefilm tarixində, mən bəlkə də deyirəm, doğrudan belədir. Yəni, regiondan söhbət Gəncədən də gedir, Lənkərandan da, Qubadan da və Naxçıvandan da. İlk dəfə olaraq Həsən müəllim kimi bir böyük bir aktyoru Bakıya dəvət elədik və o bizim filmi səsləndirdi. Həsən müəllim, siz yenə deyirəm, Naxçıvanlı olaraq həm istedadını qorumaq, həm şəxsiyyətini qorumaq, həm mübarizini qorumaq bu asan məsələ deyil. Bunu necə bacarmısansa, sizə eşq olsun. Var ol, mən sizin uzun ömür arzulayıram. Hər şeydən əlavə, axmaq adamlar da sizdən uzaq olsun. Öpürəm sizi. Həsən bəy, mən sizi təbrik edirəm. Bu ad gününüz, yeni yaşınız münasibətilə sizə uzun ömür, can sağlığı arzu edirəm. 2 gündür vaxt tapa bilmirəm ki, mən sizə təbrik mahnımı göndərim, təbrik şeiri göndərəm, amma inanın ki, qaça-qaçdayam. Amma bugün sizi təbrik eləməyə bilmirdim. Sizi çox istəyirəm. Var olun, yaşayın, yaradın, həmişə sevindirin bizləri. Allah sizi var eləsin.